Vaxtınız xeyir, hörmətli izləyicilər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz psixoloji problemlər və onun təsirləridir. Həmsöhbətimiz peşəkar psixoloq Emin Yadigarovdur. Xoş gəlmisiniz Emin bəy. Xoş gördük. Salam. Emin bəy, istəyirəm ki, ilk olaraq sizin təcrübələrinizə əsasən bölgədə ən çox qarşılaşdığınız psixoloji problemlərdən danışaq. Ən çox qarşılaşdığımız psixoloji problemlərin başında özünü yetərsiz hiss eləmə, həddindən artıq çox düşünmə, yuxusuzluq, bizim bəzən el arasında nevroz dedikləri, ancaq ümumi olaraq panik atak və anksiyetənin fərqli növləri, depressiya, stres və bundan əlavə davranış problemləri, əsəbilik, tez-tez davleniya yoxlanılması, davamlı 112-yə zəng edilib, həkimə gedib özünü kontrol eləmək və heç bir nəticənin çıxmaması və başqa bir çox problemlər yenə sadalamaq mümkündür. Səbəbləri nələrdir bunların? Bunların bir çox səbəbi var. Əsasən biz bilirik ki, insan biopsixososial bir varlıqdır. Bunların tək bir səbəbi yoxdur. Eyni zamanda çevrəsəl təsirləri olduğu qədər düşüncələrdən də qaynaqlanır. Eyni zamanda yaşanan hadisələrə verdiyimiz reaksiyalardan qarşılar. Amma psixoloji problemlərin əsas səbəblərindən biri yaşanan hadisələr deyil. O yaşanan hadisələrə qarşı verdiyimiz reaksiyalardır və o reaksiyaların yaratmış olduğu hisslərdir və o hisslərin bizim davranışımıza yansımasıdır. Bəs bizim cəmiyyətdə psixoloji problemlər niyə ayıb sayılır? Uşaqlıqdan etibarən biz görülməməyi, duyğularımızı bastırmağı, davamlı güclü olmağı öyrənilmişik. Psixoloji problem isə gələndə əslində zəiflik kimi algılanır. Ona görə də insan güclü görünmək istədiyi üçün zəif tərəflərini davamlı örtməyə çalışır. Amma insan sadəcə bir biolojik bir varlıq deyil. İnsan həm də bir psixoloji varlıqdır. Bir yerdən sonra artıq bədən yox deməyə başlayanda artıq tükənməyə başlayırıq və tükənmə başlayanda artıq istər-istəməz bədən deyir ki, sənin yardıma ehtiyacın var. Bəs uşaqlıqda yaşanan psixoloji problemlər böyüklükdə necə təsir eləyir? Yəni bu necə idarə eləyir? Bu çox gözəl bir sualdır. Ümumiyyətlə biz əslində bir növ valideynlərimizin bizə ötürdüyü emosiyalarla böyürük. Məsələn, uşaqlıqda yetərincə sevgi görməyən uşaq böyüdüyü zaman emosiyalarını gizləməyi öyrənir. Uşaqlıqda yetərincə önəmsənməyən, fikri dəstəklənməyən uşaq böyüdüyü zaman davamlı özünü sübut elətdirməyə çalışır. Uşaqlıqda belə deyək, dəstək görməyən, təşviq olunmayan və elədiyi şeylər davamlı tənqid olunan uşaq böyüdüyü zaman özünü yetərsiz elətdirir və davamlı bu uşaqlıqda görülməməyi, yetərsiz hiss eləməyi, önəmsənməməyi sübut axtarmaq üçün istifadə olunur. Məsələn, davamlı özünü təsdiq eləmək üçün fədakarlıq eləyir, davamlı yaxşı görünmək üçün müəyyən addımlar atır və davamlı ətrafına özünü sevdirməyə çalışır. Halbuki biz buna baxıb deyirik ki, nə yaxşıdır, məsələn, özünü sevdirir, özünü sübut elətdirməyə çalışır. Amma fərqində olmadan da görə bilirik ki, onların arxasında bir travma var. Uşaqlıqda boğulan, önəmsənməyən, yox sayılan, görülməyən travmalardır. Az öncə ailə təsirlərini vurğuladınız. Bəs ailə təzyiqləri insan psixologiyasına necə təsir eləyir? Ailə təzyiqlərinin insan psixologiyasına müxtəlif təsirləri var. Ən birinci təsirlərindən biri odur, əgər ailə uşağı
öz çərçivələrində böyütməyə çalışır, öz istədiyi formaya salır və cəmiyyətin istədiyi çərçivəyə salmağa çalışırsa, o zaman o uşaq özündən qopmağa başlayır. O uşaq özü olmaqdan yox, cəmiyyətin, ətrafın, ailənin nə istədiyi bir insana dönüşməyə başlayır. Özündən qopan və başqalarının istədiyi çərçivəyə dönüşən insan eyni zamanda psixoloji sıxıntıları da yaşamağa başlayır. Bir də maraqlı bir şey var. Məsələn, münaqişəli olan ailələrin uşaqlarına tez-tez davamı baisi olan ailələrin uşaqlarının beyinlərini araşdırıblar və görüblər ki, onların beyinlərinin müharibədə döyüşən əsgərin beyinlə eyni paralel. Yəni bir növ ailə eyni zamanda taleyimizin müəyyən edildiyi bir yerdir. Bəs insanlar niyə son həddə çatana qədər kömək istəmirlər? Yəni gizlədirlər? İnsanlar bundan əvvəl bir mövzu vurğulamışdım ki, travma. Travma insanlara duyğularını ifadə etməyi, sevgisini göstərə bilməməyi, şəfqətli ola bilməməyi, bəzən də onları göstərsək zəif olduğumuzu hiss elətdirdiyi üçün ya da elə düşündükləri üçün son həddə qədər addım atmırlar. Çünki insanlar davamlı güclü görünmək istəyirlər. Amma güclü görünmək üçün insan ən azından zəifliklərinin fərqində olmalıdır. Necə ruhumuz, necə bədənimiz xəstələnəndə həkimə gediriksə də, eyni zamanda ruhumuz xəstələnəndə, ruhumuz ağrıyanda da müraciət etməliyik və bu müraciət heç bir zəiflik deyil, əksinə güclü insan problemini görməyən, inkar edən insan deyil. Güclü insan problemin fərqində olub, zəifliklərini qəbul edib, onunla necə mübarizə etməlidir, onun yollarını axtaran insandır. Yəni inkar eyni zamanda bir qaçışdır, qəbullanma isə bir barışmaqdır və insan ancaq özünlə barışmağa başladığı zaman yaxşılaşmağa başlayır. Bəs bilirsiniz ki, yetkinlik yaşına çatmış uşaqlar var ki, onların psixologiyası daha fərqli olur və bu zaman valideynlər hansı addımları atmalıdırlar, necə davranmalıdırlar? Bir kərə uşaqdan uşağa, valideyndən valideynə dəyişir, amma valideynlər mütləq bir şəkildə uşağın individuallığını nəzərə almalıdır. Uşaqlarınla vaxt keçirməlidir, bağlantıda olmalıdır. Uşaq nəyi sevir, nəyi önəmsəyir, nəyə diqqət eləyir. Eyni zamanda uşaqları ilə sərhəd qoyulmalıdır. Nəyə yox demək lazımdır, nəyə hə demək lazımdır. Uşaqlar ərkəsöyün böyütməməlidirlər. Uşaqları məsuliyyətli böyütməlidirlər. Onlara həyata hazırlamalıdırlar. Onlara öhdəliklər verməlidirlər və onların eyni zamanda özləri ilə özlərinin bir proyekti, özlərinin gələcəkdə reallaşdıra bilmədikləri arzularının reallaşması üçün bir obyekt kimi görməməlidirlər. Onları özlərindən tamamilə müstəqil, öz ayaqlarında üstündə duran, nə istədiyini bilən, birilərini olması üçün təşviq, dəstək və ən önəmlisi mərhəmətlə sevgilərini göstərməlidirlər. Mən istəyərdim ki, siz bir psixoloq kimi tövsiyələrinizi verəsiniz. Tövsiyələrdən çox sadəcə onu demək istəyərdim ki, şəfqətli olmaq lazımdır. Sevgim zəiflik deyil, onu göstərməyi bacarmağımız lazımdır. Uşaqları dinləmək lazımdır, önəmsəmək lazımdır. Ən önəmlisi onlara icazə verməliyik, səhv eləsinlər və bu elədikləri səhvlərdə onları tənqid, tənqid eləmək yerinə onları qucaqlamalı, yanlarında olmalı. Çünki ən güclü açar sevgidir, şəfqətdir, mərhəmətdir, anlayışdır. Biz bunları ailəmizin içində
təşviq eləsək, o zaman daha sağlıqlı, daha möhkəm, daha öz ayaqları üstündə duran, daha nə istədiyini bilən bir uşaqlara yetişdirib cəmiyyətə qazandıra bilərik. Çox sağ olun Emin Siz bəy. sağ olun. Mənim üçün həqiqətən də çox xoş oldu sizinlə həmsöhbət olmaq. Ümid edirəm ki, izləyicilərimiz üçün də çox faydalı bir buraxılış oldu. Növbəti verilişdə görüşəndək sağ olun, salamat qalın.